Karşılaştırma əlaqəli tabisi mürəkkəb cümlələrdən sonra gəlir aydınlaşdırma əlaqəli tabisi mürəkkəb cümlələr. Şöyle, bu biraz durğu işarələri ilə bağlı olan bir məsələ, cümlə növüdür. Diqqət edeyim buna. Biz bağlayıcıları keçəndə xatırlayırsınızsa, yəni məsələn bağlayıcılarını keçdik. Hə? Aydınlaşdırma bağlayıcısı. Ya vergi gətirin. Tabeli aydınlaşdırma bağlayıcısı hansıdır? Tabeli aydınlaşdırma bağlayıcısı hansıdır? Hatırlamırsan? Kim hatırlayır? Kesin öyle demişti ya. Aydınlaşdırma bağlayıcılarına, tabesiz aydınlaşdırma bağlayıcılarına. Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrdə bir dənə cümlə ümumi anlayış ifadə edir. Ondan sonra gələn cümlə həmin o cümlədə deyilən fikrə aydınlıq gətirir. Aydınlıq gətirir. Bax, burada bilir ki, birinci cümlə ümumi, sonraki cümlə onun mənasını və məzmununu açıqlayır. Məzmununu açıqlayır. Bax, bu fikri yazıram, gözünüzün qabağında bir qədər qalsın. Daha rahat, daha yaxşı başa düşəsiniz. Bax, məsələn, deyirik ki, demək, məsələ məlum idi. Biz 2 gündə gözləməliyik. Baxın uşaqlar. Bax, bu məsələ məlum idi cümləsi var ha. Bu məsələ məlum idi cümləsinin dalınca yüzlərlə cümlə gələ bilər, fərqli cümlələr. Hə? Baxın, yüzlərlə fərqli cümlələr yaza bilərik. Amma bu cümlə ilə aydınlaşır ki, hansı məsələ məlum imiş. O məsələ məlum imiş ki, biz 2 gündə gözləməliyik. Baxın uşaqlar, aydınlaşdırma əlaqəli tabisiz mürəkkəb cümlələrin tərkib hissələri arasında 3 cür durğu işarəsi işlənir. Birincisi qoşa nöqtədir. O qoşa nöqtə nə vaxt işlənir? Əgər aydınlaşdırma əlaqəli tabisiz mürəkkəb cümlə 2 cümlədən ibarətdirsə, ortada qoşa nöqtə qoyulacaq. Yadınıza qalacaq. Bax, intonasiya ilə bağlanır. Heç bir bağlayıcıdan filandan istifadə olunmuyor. 2 dənə cümlədir, intonasiya ilə bağlanır, qoşa nöqtə qoyulacaq. 2 nöqtə qoyulacaq daha doğrusu. Bir də, yəni aydınlaşdırma bağlayıcısından istifadə edərik. Yəni də məsələndən istifadə edərik. Tabisiz aydınlaşdırma bağlayıcısı demək, deyirəm ki, mən başımı yerlədim. Yəni fikir mənə aydın oldu. Bax. Şöyle. İkinci durğu işarəsi vergül olacaq. Vergül nə vaxt olacaq? Birinci cümlə ilə ikinci cümlə arasında, yəni aydınlaşdırma bağlayıcısı işlənib. Aydınlaşdırma bağlayıcısı işlənəndə bundan əvvəl vergül qoyulacaq. Əgər yəni işlənibsə. Şöyle bir də olur ki, nöqtəli vergül olur. Nöqtəli vergül nə vaxt olur? Birinci cümlədən başqa ikinci hissədə 2, 3, 4 cümlə gəlir. Ən azı 2 cümlə gəlir. Bax, məsələn, deyirik ki, Hərə bir söz deyirdi. Kimi hadisənin dünən baş verdiğini iddia edir.